Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Lider televiziyasının efirində seçim tok-şousu başlayır və tok-şoumuzun bugünkü mövzusu dezinformasiya ilə bağlıdır. Etiraf edək ki, bugün Azərbaycan mediasında bir çox halda biz dezinformasiyaların şahidi oluruq və bu cür yalan məlumatlar cəmiyyəti ciddi şəkildə narahat edir. Ümumiyyətlə, bu məlumatlar niyə yayımlanır və jurnalistlər belə məlumat yayarkən nə fikirləşirlər? Və bu problemin qarşısını necə almaq olar? Bax, bütün bu suallara seçim tok-şousunda aydınlıq gələcək. Odur ki, diqqətiniz bizdə olsun. Seçim tok-şousu öz işinə başlayır. Əziz tamaşaçılar, hörmətli auditoriya, sizləri də salamlayırıq. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırmışsınız və bu maraqlı məsələni birgə müzakirə edəcəyik. Odur ki, mən vaxt itirmədən istərdim ki, qonaqları sizə təqdim edəm. Beləliklə, bizim qonaqlarımız Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini. Və onun oponenti Sahil İskəndərov, Lider TV Analitik Araşdırmalar Redaksiyasının rəhbəri. İstərdim ki, ekspertlərdə təqdim edim, beləliklə qarşılayın. Aynur Bəşirli, Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin Yeni Media və Kommunikasiya Texnologiyaları Kafedrasının rəhbəri, Səbuha Abbasov Said rəhbəri, Toğrul Məmmədov, Milli Televiziya və Radio Şurası aparatının rəhbəri, İbrahim Əsədli, psixoloq, Zəminə Səfərova, Beynəlxalq Qaçqın Qadın və Gənclər Mərkəzinin sədri, Ələşəb Allahverdiyev, hüquqşünas. Hər birinizi bir daha salamlayıram. Təşəkkür edirəm. Və istərdim ki, ilk sualı Sahil müəllim sizə ünvanlayım. Nəyə görə? Çünki, əlbəttə, hər iki oponentimiz, hər iki qonağımız birbaşa olaraq mətbuatla sıx təmasdadır və mətbuatda yayılan informasiyaları sıx izləyən insanlardır, mütəxəssislərdir. Sahil müəllim, bir araşdırmacı kimi, ümumiyyətlə, bugün Azərbaycan mediasına kənardan baxdıqda, məhz dezinformasiya prizmasında, dezinformasiya məsələləri baxımdan hansı fikirləri söyləmiyorlar? Bugün Azərbaycan mediasına dezinformasiya çox mu gedir? Necə bilirsiniz? Buyurun. Dezinformasiya əslində məqsəd yönlü şəkildə cəmiyyətə və ümumiyyətlə yalan məlumatın verilməsidir. Bəli. Mən düşünürəm ki, bilirsiniz, sözsüz ki, məqsədsiz şəkildə də verilən yalan informasiyanın özünü də müəyyən mənada, müəyyən çərçivədə məhz dezinformasiya kimi qiymətləndirmək olar. Təbii, bunun öz məqsədi var. Amma mən düşünürəm ki, bəli, mən burada fikirləşirəm ki, ümumiyyətlə bu baxımdan, indi Vüqar müəllim məndən incisə də, inciməsə də, indi hər halda mən də Lider televiziyasında bir analitik araşdırmalar redaksiyasının rəhbəriyəm, elə bu söz mənə də aiddir, tək Vüqar müəllimgilə yox. Mən düşünürəm ki, bu ilk növbədə Azərbaycanda son illər jurnalistkanın səviyyəsinin çox aşağı səviyyə enməsidir. Mən həm də bilirsiniz ki, pedaqoji fəaliyyətlə məşğulam. Məsələ burasında çox yazıqlar olsun və çox təəssüflər olsun ki, Vüqar müəllim, son illər Azərbaycanda mən bilirsiniz gənclərdə nə görürəm? Orta məktəb və ümumiyyətlə institutda oxuyub oxumayacaq, bitənə olan çoğunda bilirsiniz, mən nə düşüncə görürəm. Əki bədə-bədə ayaqda heç nəyə də əlim çatmasa, gedib olacam jurnalist. Deməli, ittiham edirsiniz ki, bugün Azərbaycan mediasına dezinformasiyaya səbəb savadsızlıqdır. Birinci növbədə qeyri-peşəkarlıq. Mən üzr istəyirəm, Sovetlər dönəmindən bir yaxşı məşhur bir lətifə var. Məşhur bir lətifə var, üzr istəyirəm, bu çoxuna gələ. Bir gün deyir, bir nəfərin uşağı, nə bilim, bir bazar müdürünün uşağı məktəbdə oxuyur. Axırda bu müəllimi yığır boğaza, direktor çağırır bunun atasına ki, ay kişi, sənin bu uşağın belə bir veç deyir, bunlar heç olası deyil, budur, kişi özünə dərd eləyir, gedir bütün gecəni yatmır, səhər o başdan, direktor gəlir, görür ki, kişi bunu gözləyir. Deyir, ay kişi, xeyr ola, deyir, ay müəllim deyir, siz dünən deyir, belə bu qədər şey dediniz ki, bu uşaqdan bu olmayacaq, bu olmayacaq. Bu uşaqdan yəni müəllim də olmayacaq. Təsəvvür edin ki, üzr istəyirəm, o vaxtın bir məşhur lətifəsi var idi ki, görün, indi mən üzr istəyirəm, cəmiyyətdə belə bir gənclərin çoxunda heç kim inciməsin. Belə bir şey olur ki, əlim heç həracatına da gedib, ya bir saatdə, ya bir jurnalda, ya bir qəzetdə jurnalist olacam, özümü dolandıracam. Belə yanaşma ilə Rövşən müəllim, siz hansı güclü və daha səhih məlumatlar gözlüsünüz Azərbaycan jurnalistikasından? Yaxşı, tutaq ki, günah jurnalistdədir. Amma jurnalist tək deyil, axı Sahil müəllim. Yox, məsələ burasındadır ki... Dezinformasiya istənilən cəmiyyəti dağıda bilər. Yox, Rövşən müəllim, məsələ burasındadır ki... Axı bu dezinformasiya ictimaiyyətə çatana qədər biz də jurnalistiyik. Yox, birinci günah jurnalistdə deyil, mən deyim sizə. Birinci günah kimdədir? Mən yenə deyirəm, mən pedaqoji fəaliyyətlə məşğulam. Məni auditoriya kim buraxır?
həmin təşkilatın, həmin institutun, universitetin rəhbəri demək, birinci o məsuliyyət daşır. Əgər mən hazırlıqsız müəllim ki, məni auditoriya buraxırsa, bax, o sayt rəhbəri, qəzet rəhbəri, nə bilim, hansı televiziya rəhbəri, o qeyri-peşəkarı buraxırsa, birinci məsuliyyət onun boynundadır. O sözsüz ki, məsuliyyət o daşıyır. Vüqar müəllim, Sahil müəllim sözün həqiqi mənasında, yəni, açıq şəkildə bildirdi ki, bəli, bugün Azərbaycan jurnalistikasında savadsızlıq kütləvi şəkildədir və dezinformasiya yaradan əsas səbəblərdən biri də məhz budur. Siz necə bilirsiniz? Deməli, bu halın yaranmasının bir çox səbəbləri ola bilər, təbii ki. Təbii ki, peşəkarlığın aşağı olması da bu səbəblərdən biridir. Eyni zamanda bilərəkdən və yaxud da bilməyərəkdən bu hadisələrə sövq olunması və onu, deyək ki, mətbuatda işıqlandırılması belə hallar ola bilər və xüsusilə burada qeyd olunduğu qeyri-peşəkarlıqla bağlı mən düşünmürəm ki, Azərbaycanda kifayət qədər peşəkar jurnalist kadrlar yetişibdir. Təkcə bugündən söhbət getmir, Sovetlər dönəmindən üzbəri kifayət qədər gözəl qələmi ilə, sözü ilə, sözün həqiqi mənasında Azərbaycan müstəqil Azərbaycan mətbuatına xidmət edən kifayət qədər qələm sahibləri var və eyni zamanda təbii ki, qeyri-peşəkarlar kifayət qədərdir. Və bilərəkdən bu saytlar yaradıb və öz məqsədlərinə, çirkin məqsədlərinə nail olmağa cəhd göstərən insanlar da vardı. Mən bir məsələ toxunmaq istəyirəm, çox üzr istəyirəm. Avqust ayının əvvəlində yaşanan, cəbhə xəttində yaşanan bu hadisələr təbii ki, hər birimizi narahat etdi. Və Azərbaycan jurnalistikasını mən deyərdim ki, və saytların eləcə də və mətbu orqanların mən deyərdim ki, peşəkarlığı, dırnaq arası peşəkarlığı məhz orada üzə çıxdı. Bəzi mətbu orqanların və deyəm, bəzi saytların. Sadəcə mən nəyi demək istəyirəm? Bilirsiniz, yəni belə informasiyanı yaymaq, Salim məmlə qeyd elədi, Salim məmlə elə gəlir ki, savadsızlığın nəticəsi deyil. Yox, mənim fikrim var, Vüqar, mənim fikrim çoxdur, mənim bir belə informasiyanı yaymaq sizcə hansı göstəricidir? Yəni, mən savadsızlıq deməzdim. Mən çox üzr istəyirəm, Azərbaycan ordusunun cəbhə xəttinə üzləşdiyi təbii ki, o itkilər və yaxud da torpaqların tutaq itirilməsi, azad olunmasına bağlı informasiyalar bunların məqsədli şəkildə yayılır. Demək, bunların mən qeyd elədiyim ki, bir çox səbəbləri ola bilər və təbii ki, bunu aidiyyatı qurumlar bizdən daha yaxşı bilirlər, daha dəqiq bilirlər və doğrudan da kimliyindən asılı olmayaraq jurnalist də Azərbaycanın bir vətəndaşıdır. Və düşünürəm ki, hər bir insan kimliyindən asılı olmayaraq bu qanunlar qarşısında bərabər hüquqlu məsuliyyət daşımalıdır. Əgər bu hal baş vermirsə, mən nə demək istəyirəm? Mən demək istəyirəm ki, elektron media orqanlarında bu çox özünü qabarıq şəkildə göstərdi. Son hadisələri mən nəzər yetirmək istəyirəm. Düzdür, təbii ki, yazılı mətbuat orqanlarında, məsələn, Ermənistanda bizim düşmən ölkədə, deyək ki, dərc olunan yazını, bəzi Azərbaycanda nəşr olunan qəzetlərin tirajlanması, bunu düşmənin dərmanına su tökməkdən də ağır bir məsələdir. Mən elə deyəcəkdim, yaxşı, elə bax, Vüqar müəllim özü toxundu məsuliyyət məsələsinə. Çox maraqlı məqamdır Vüqar müəllim. Amma yenə deyirəm, bu bizim üzərimizdən o məsuliyyəti götürmür. Bizim üzərimizdən şəxsən götürmür. Məsələ burasındadır ki, Rövşən müəllim, hamımız bildiyimiz kimi, bilirsiniz də, dövrü mətbuata, kütləvi informasiya vasitələrinə ümumiyyətlə dördüncü hakimiyyət deyilir. Amma hakimiyyət ilk növbədə səlahiyyətlər yox, məsuliyyət deməkdir. Yəni, çox təəssüflər və çox yazıqlar olsun ki, bizim kütləvi informasiya vasitələrində jurnalistika məşğul olan çoxu hakimiyyət deyiləndə məsuliyyəti başa düşmür. Bu məsuliyyətdir sənin üzərində. Qeyri-peşəkarlıqdan başqa. Hansı informasiya məsuliyyəti başa düşmür. Yaxşı, nə etmək lazım? Yox, indi nə etmək? Mən düşünürəm, onu gələcəm. Nə etmək nədir? Mən onu deyəcəm. Mən əgər fikrimi sorsam, mən çox radikal fikirlərin tərəfdarıyım. Tədbirlərin tərəfdarıyım. İndi Vüqar müəllim deyir ki, məsələn, bizdə bu qanunlar var, bu qanunlar var, bu qanunlar var. Sözsüz ki, bu qanunlar hamısı var, bizim də xəbərimiz var. Amma mən düşünürəm ki, istənilən halda çox radikal addımlar atılmalıdır. Məsələn, nə olur? Qanunlar həddən artıq sərtləşdirilməlidir. Birinci növbədə. İstənilən bir qəzetin, televiziya kanalının belə qeydiyyatdan keçməsi, saytın qeydiyyatdan keçməsindən bağlı çox güclü senzur olmalıdır. Və senzura qayıtmalıdır. Bilirsiniz, biz istəsək də, istəməsək də, Rövşən müəllim, gəlin baxaq, dünyada hansı proseslər baş verir. Demokratik, yox, üzr istəyirəm də fikrimi çatdırıb. Demokratikləşmə pərdəsi altında konkret olaraq beyinlər yuyulur. Və əgər dünyanın, belə deyək, geosiyasi, belə deyək, durumunu müəyyənləşdirən xarici qüvvələr açıq, aşkar, bunu, belə deyək də, inkar eləmirlər və özləri deyirlər ki, əslində bu dəqiqə geosiyasətdə geoinformasiya paradigması hökmrandırsa və ilk növbədə birbaşa fiziki ekspansiya yox, beyinlərə ekspansiya zəruridirsə, bunu açıq deyirlər, bunu yəni gizlətmirlər. Deməli, senzura tətbiq olunmalıdır. Bəli, senzura qayıtmalıdır, özdə çox kəsin şəkildə və sərt tədbirlər məhz o qanunu pozanlara qarşı tətbiq olunmalıdır. Hətta cinayət məsuliyyətinə cəlb olunmaq şərti ilə. Vüqar müəllim, mətbuatla birbaşa sıx əlaqədə olan bir insan kimi senzura qayıtmalıdır mı? Necə bilirsiniz? Senzuranın qayıtması qeyri-mümkündür. 98-ci ilin 6 avqust tarixində bilirsiniz ki,
ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev tərəfindən senzura ləğv olunubdur və bilirsiniz, bu dövlət nəzarət mexanizmi ümumiyyətlə aradan qaldırılıbdır və bu, keçmiş SSR respublikaları arasında ilk, belə deyək ki, qətiyyət tələb edən, cəsarət tələb edən bir addımıdır ki, ulu öndərimiz tərəfindən bu atılıbdır. Və bu günləri məhz qarşıda duran, dövlətin qarşısında duran, ölkənin qarşısında duran və aparılan siyasətin başlıca məqsədi budur ki, Azərbaycanda müstəqil mətbuat uğurla inkişaf etdirir. Razıyam. Mən bu yolda çox üzr istəyirəm Vüqar müəllim. Mən sizin bir sözünüzə etiraz edeyim. Mən razıyam sizlə ki, məsələ nədədir? Siz söz azadlığından danışırsınız. Siz belə vicdan azadlığından danışırsınız. Fikir azadlığından danışırsınız. Amma çox üzr istəyirəm. Təəssüflər olsun ki, söhbət tək Azərbaycandan getmir. Ümumiyyətlə, postsovet məkanında baxanda hələ Qərbin özündə də var. Söz azadlığı, söz azğınlığına çevrilib. Söz azadlığı başqa şeydir. Söz azğınlığı başqa şeydir. Fikir, ideya azğınlığı başqa şeydir. Məsələ bundadır. Ona görə deyirəm, senzura qayıtmalıdır. Demək, mən ifadə edeyim və fikirlərimi deyim, icazə verin, xahiş edirəm. Senzuranın aradan qaldırılması Azərbaycan mətbuat tarixinin ən şanlı səhifələrindən biridir. Bunu yaddan çıxartmaq lazım deyil. Və senzuranın, təbii ki, senzura aradan qaldırılanda... Konkret qanunlar tətbiq olunmalıdır. Avqustun 29-da senzura aradan qaldırılan... Mətbuat Şurasının toplantısı oldu, çox üzr istəyirəm. Və orada Prezident Administrasiyasının rəhbəri Ramazan qeyd etdi ki, konkret cəzalar tətbiq olunacaq. Tamamilə mən sizinlə razıyam. Çünki informasiya ilə oynamaq olmaz. Bəli, siz deyirsiniz ki, məsuliyyət, siz deyirsiniz ki, bəli, belə deyək. Deməli, kimliyindən asılı olmayaraq, jurnalist bunu əməl etmir. Kimliyindən asılı olmayaraq, dövlət sirrini yayan, dövlətin mənafeyinə, ümumi mənafeyinə zərbə vuran, kimliyindən asılı olmayaraq və yenə deyirəm, jurnalist olmağından asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bir mənalı şəkildə belədir. Bu günləri təbii ki, mən də o fikirlə razıyam ki, qanunvericilikdə elektron media orqanları ilə bağlı, əvvəl 2002-ci ilə qədər təbii ki, çap mətbuatı ilə, print media ilə bağlı lazımı müddəalar, mən bu günləri o dərindən baxmışam, bir də nəzər yetirmişəm, o çip haqqında qanuna baxmışam. Və hesab edirəm ki, elektron media ilə bağlı müəyyən əlavə dəyişikliklərin olmasına ehtiyac var, zərurət yaranıbdır. Bax, problemin də kökü məhsul elektron mediadadır. Yəni oradan qaynaqlanır. Və həmin o dezinformasiyanın adam var ki, bir çox saytların sahibidir. Amma saytların fəaliyyətinə nəzər yetirəndə təbii ki, peşəkarlar kifayət qədər, mən qeyd elədiyim kimi kifayət qədər var, qeyri-peşəkarlar da az deyil. Bununla bağlı, Salim müəllim dediyi o senzuranı elə həmin o saytları tətbiq edir. Mən üzr istəyirəm, Rövşən müəllim. Senzura mümkün deyil. Onsuz da Vüqar müəllim nə deyir desin, mənim fikrimdən döndərə bilməyəcəm. Mən də başa düşürəm Vüqar müəllimdir. Mən bilirsiniz, senzuranın niyə mən tərəfinə gəlib çıxmışam? Yəqin ki, bilirsiniz, mən ümumiyyətlə başlarıma görə mühafizəkaram, konservatoram. Amma bir çox məsələlərdə indi yəqin ki, mən o qədər də sadəlöv deyiləm ki... Bugünkü bu Azərbaycan, bu sahə ilə bağlı Azərbaycan modeli, mən düşünürəm ki, dünyanın bir çox ölkələrindən ümumi ola biləcək modeldir. Yəni, mən dünyanın bir çox ölkələrində demək, bu sahə ilə bağlı, deyək ki, təcrübə mübadiləsi etmişik. Məsələn, Avstriyada olmuşam, bir çox qonşu ölkələrdə olmuşuq və hesab edirəm ki, Azərbaycanın doğrudan da bugünkü bu söz azadlığı, fikir azadlığına, mətbuat azadlığına bağlı model dünyada nümunə olacaq bir model. O modeli mən sizinlə razıyam, amma gəlin baxaq, indi həqiqətdə dünyada nə baş verir? Xüsusilə də Rövşən müəllim sosial şəbəkələrlə bağlı, elə internet. Məsələn, mən bilirəm ki, avqustun əvvəlində bizdə o bir çox saytlarda, mətbu orqanlarda yayılan xəbərlərin çox sosial şəbəkədən götürülmüşdü bəzən. İndi gəlin belə danışaq. Sosial şəbəkələr bilirsiniz, mənə hərdən biraz bilirsiniz nə ağır gəlir. Biz elə bil ki, çalışırıq ki, həmişə, indi düz başa düşürük məni, elə bilin ki, biz Qərbin qarşısında xüsusilə, biz özümüzə bəraət qazandıraq ki, nə mənada, bəraət qazandırmaq çalışırıq. Yox, üzr istəyirəm, nəyə görə edirəm? Yox, çox fikrimi çatdırır. Deməli, biz hansısa ölkənin qarşısında nə öhdəliyimiz var? Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlətin də müstəqil siyasəti var və dövlətin mühtərəm prezidenti çox uğurla bu siyasətə həyata keçir. Mən razıyam, beynəlxalq qurumlar, amma o siz dediyiniz hansı beynəlxalq qurumlara, regional qurumlara biz üzvü, onların qarşısında bizim öhdəliyimiz var və Azərbaycan bu öhdəliyi həmişə tam şəkildə və layiqincə yerinə yetirir. Amma indi gəlin baxaq görək. Əvəzində o qurumlar özlərini necə aparırlar? Əgər uzağa getməyək, bu sosial şəbəkələr, aydındır Snowden məsələsi də bütün biabırçılığını qoydu ortaya dünyada. Əgər konkret olaraq dünyanın bu dəqiqə belə deyək də super dövləti, super gücü olan Amerika Birləşmiş Ştatları açıq aşkar, heç kimdən çəkinmədən belə birbaşa bəyan eləyir ki, biz hamıya qulaq asmışıq, qulaq asacağıq, izləyəcəyik, sosial şəbəkələrdən bütün məlumatları özümüz üçün götürəcək kəşfiyyat məqsədi ilə, hətta insanların fərdi həyatına belə müdaxilə eləyəcəyik bu sosial şəbəkələr vasitəsindən, hələ düşmənlərimiz, neytral dövlətlər, dostlarımızı belə nəzarətdə saxlayacaq. Bu baxımdan mən deyirəm ki, bu senzura, əgər bilirsiniz necədir, yəni ki, nəyə görə biz hamıya nümayiş elətdir, həmişə çalışmalı sübut eləyək ki, qoy onlar bizə çalışsınlar, sübut eləsinlər ki, onlar sosial şəbəkələr vasitəsindən beyinləri yumaqla məşğul deyirlər. Ay, kör, hər şey göz qabağındadır. Mən ona görə bu senzuranın tərəfdarıyam. Ona görə yox ki, mən qeyri-demokratım, amma gizlətmirəm. Mən baxışlarıma görə mühafizəkaram.
İndi buna görə məni yəqin ki, nə asmaq olar, nə danlamaq olar. Əvvəla mən qeyd edeyim ki, deməli, o Amerikanı misal çəkdiniz və digər ölkələr, bu hallar baş verən ölkələri heç kim alqışlamır. Mən bu fikirdəyəm. Normal baxışı olan, normal dünya, belə deyək ki, yanaşması olan heç kim alqışlamır və hesab edirəm ki, bütün qeyri-əxlaqi, qeyri-normal, belə deyək ki, məsələlərlə bağlı, faktlarla bağlı, jurnalistikaya gətiriləcək bu təsir, mənfi təsir göstərəcək çalarları hamı rədd eləyir və düşünürəm ki, elektron medianın özündə bu problemlər var. Mən təsdiq eləyirəm sizin fikirlərinizi və hesab edirəm ki, bununla bağlı müəyyən, hesab edirəm ki, ciddi, belə deyək ki, Vüqar müəllim, ekspertlərimizin fikri var, artıq ekspertimizin fikri formalaşıb, buyurun. Yox, 5 dəqiqə bundan qabaq zalın reaksiyasına qayıtmağa çağırıram. Buyurun. Sahil müəllim deyəndə ki, senzuraya qayıdaq, auditoriya əl çaldı. Bu auditoriyadakıların orta yaşına baxaq. Cavan uşaqlardılar hamısı. Senzuraya qayıtmağa əl çaldılar. Soruşmaq istəyirəm nəyə görə? 98-ci ildən bu yana... Saytlarımızda çalışanların 99% ilə cavan təbəqəli, cavan jurnalistlər. Onu araşdırmaq lazımdır. Buyurun. 98-ci ildən bu yana nə qədər vaxt keçib? 16 il. 16 ildə yeni bir nəsil yetişib. Və bu yeni nəsilin artıq yeni dünya görüşü var. Dəyişməyən məsələlər baş verir. Bu dəyişməyən məsələlərdən biri kommunikasiya prosesinin özünü dəyişməyidir. İnternetin gəlişidir, Facebookun gəlişidir, sosial medianın gəlişidir. Belə çıxır ki, bu uşaqlar senzuranı istəyirlər. Nəyə görə senzuranı? Zala bir sorğu keçirək zalda. Ona qədər, Röşən müəllim, çox xahiş edirəm. Hər halda mən fikirləşmişəm nə deyəcəyim də. Ona qədər belə bir şey fikirləşək. Bunlar böyüyüblər. Bunlar nədən qorxurlar ki, senzura ilə özlərini qorumaq istəyirlər? Hansı insanlarda qorxu hissi olur? Çox vaxt qorxunun kökündə bilməzlik durur, savadsızlıq durur. Sahil müəllim dedi ki, diferensiasiya aparaq. İmkan vermədi ki, biz dezinformasiya məsələsini böyüdək. Bəli, yalan ayrı, dezinformasiya. Yox, dezinformasiya daha çox məqsəd yönlü şəkildə olan şeydir. Bəli, indi də çox istəyərdim ki, elə bir diferensiasiyanı biz media ilə bağlı aparaq. Peşəkar jurnalistika ayrı. Söhbət gedir, ənənəvi jurnalistika ayrı, sosial media ayrı. Xahiş edirəm, bunları bir-bir... ayrı, sosial media tamam var. Bunları bir-birinə qatmayaq. Üzr istəyirəm, mən sizinlə tam razıyam. Bəs elə problem bundadır ki, çox təəssüf ki, peşəkar jurnalistikada bu dəqiqə gedib yer alan adamların çoxu, yəni jurnalistikanın özündə həmin sosial şəbəkələrin əsiridirlər. Əslində sosial şəbəkələr onların əsiri olmalıdır. Bax, problem bundadır. Sahil müəllim, sizinlə 100% razıyam. Sosial media ənənəvi jurnalistikanı izləmək əvəzinə, ənənəvi jurnalistika olub, sosial medianın əsiri. Bax, burada mən sizə almışlayıram. Mən də ona görə deyirəm ki, senzura qoyulmalıdır. İlk növbədə bax, həmin o sosial media. Birbaşa olaraq, yəni media ilə çalışan qurumlardan biri də əlbəttə ki, Toğrul müəllim çalışdığı qurumdur, Yayım Şurası. Toğrul müəllim, yəni, əvvəla çox olun ki, siz də studiyamıza gəlmişsiniz. Yəni, bizə maraqlıdır, əvvəla sizin baxış bucağınız bizə maraqlıdır. Yəni, bugün Azərbaycan mediasını siz necə bilirsiniz? Yəni, araşdırmalar aparırsınız hər halda bir qurum nümayəndəsi kimi. Qeyd etmək istəyirəm ki, 300-dən artıq hazırda informasiya agentliyi fəaliyyət göstərir və 5000-dən artıq da mətbu orqanı fəaliyyət göstərir. 52-dən də artıq televiziya radio yayımçısı mövcuddur. Və məhz burada tənzimlənmənin qanunvericilik çərçivəsində olmamasıdır. Yəni, televiziya radio yayımında yayımçı Milli Televiziya Radio Şurasından xüsusi razılıq lisenziya alır və lisenziyanın qayda və şərtlərinin əməl edilməsi vacibdir. Məsələn, həmin qanunun ayrı bir müddəası var. Orada qeyd olunur ki, terrorçuluq, konstitusiya quruluşunun zorla devrilməsi, milli irqi ədavətin qızışdırılması ilə bağlı çağırışlara yol verilməsi qadağandır. Və informasiya agentliklərinin də, mətbu orqanlarının da fəaliyyətini tənzimləyən qanunvericilikdə belə bir müddəaların daxil edilməsi və onları tənzimləyən bir qurumun olması məhz bu məsələnin kökündən həll etmiş olar. Amma məsələ bundan ibarət ki, həmin o qurumun fəaliyyəti birbaşa olaraq sosial şəbəkələrə aid edilmir axı. Düzdür, qeyd edirsiniz ki, radio və televiziyada bu sahədə çox ciddi nəzarət var, amma sosial şəbəkələrdə yoxdur axı bu nəzarət. Aydındır. Vüqar müəllim, yəni o sahədə həmin o sosial şəbəkələrə nəzarət mexanizmi üçün qurum həyata keçirir, yoxsa... Demək, mən qeyd edeyim ki, ümumiyyətlə, Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət nəzarət mexanizmi mövcud deyil, yoxdur. Tam sərbəst, özü-özünü tənzimləyən mexanizm, qurum olan, belə deyək, həm Mətbuat Şurası var, maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə, ümumiyyətlə, jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə və digər məsələlərlə bağlı, təbii ki, fond dediyimiz fond məşğul olur. Fondun funksiyası, prinsipləri həm redaksiyalar arası layihələrin reallaşdırılmasından ibarətdir və eyni zamanda fərdi yazı müsabiqələrinin reallaşdırılmasından ibarətdir. Burada bir daha vurğuluram ki, xüsusilə Mətbuat Şurasındakı yaranmış, belə deyək ki, komissiya tərəfindən, bu, təbii ki, bu qərarların da Mətbuat Şurasının fəaliyyəti hüquqi əsaslara söykənmir. Mətbuat Şurasının bütün çıxartdığı qərarlar ictimai qınağa söykənir və düşünürəm ki, burada ictimaiyyətin
birmənalı şəkildə hər bir vətəndaşın dəstəyinə xüsusi ehtiyac var və hər bir vətəndaş belə halları birmənalı şəkildə qınamalıdır. Üzr istəyirəm, mən orada görsəm, Vüqar müəllim bir ictimai qınaq məsələsinə toxundu. Mən düşünürəm ki, Rövşən müəllim, mən buna gələcəkdim. Vüqar müəllim dedi, da mən icazənizlə bəri başdan deyim o sözü. Ən güclü senzura, ən yaxşı və ən ədalətli, obyektiv senzura hər bir insanın bir vətəndaş kimi öz daxilində qoyduğu məhdudiyyətdir. Mən düşünürəm ki, bizim cəmiyyətdə çox qəribə bir belə deyək, rahatlanma, belə rahatçı bir, necə deyək, mövqe formalaşıb. Hər şeyi qoyuruq dövlətin üzərinə. Hökumət var, dövlət var, baxsın. Amma mən sizi inandıram, Vüqar müəllim, əgər mətbu orqanlarımızın bir neçəsi, həmin o siz dediyiniz məqamlarda Rövşən müəllim, ictimai qınağı əsas götürərək, həmin o, belə deyək, dezinformasiyanı yazan mətbu orqanlarına qarşı, yayan saytlara qarşı vahid cəhbədən çıxış eləsəydilər, inandırıram ki, bu günləri mənim senzura tələb eləməməyə ehtiyac qalmazdı. Bax, bu ictimai qınaq məsələsi. Kütləvi informasiya vasitələri qanun layihəsində də vətəndaşın informasiya münasibəti açıq şəkildə ortaya qoyurkən vətəndaş tələb edə bilər ki, həmin informasiya vasitəsi təksib etsin. Niyə bizim cəmiyyət bu vəziyyətə düşüb? Bax, gəlin danışaq, açıq danışaq. Azərbaycan mediası dırnaqarası ulduzların bəni çox bağışlayın. Biz bilirsinizmi hansı sözün Azərbaycan mediasında leksik olaraq tez-tez işlənməyi vahidini araşdırırdıq? Soyunmaq sözünün. Bu sözdən başqa, bu söz və biz neyədik? Başqa söz yox idi. Başqa söz yox idi. Bütün yay vaxtı hansı saytı açırdınsa, birinci material hər hansı bir ulduzun fotosesiyası idi dənizin qırağında. Problem bundan ibarətdir. Problem bundan ibarətdir. Mən sizin qarşınızda baş əyrim. Mən demirəm ki, bəli, mən sizinlə tam razıyam. Sahib müəllim, siz təsəvvür eləyin ki, zəng eləmişik sayta ki, sizi filan qrupdan narahat eləyirlər. Sizin işiniz yüzünüz nədir? Məlum oldu ki, bu adam Bakı Dövlət Universitetini qutarıb, jurnalistika fakültəsini. Əgər qutarmasaydı, mən də o fakültəni qurtarmışam. Fikirləşərdiniz ki, indi qeyri-peşəkardır. Deyərdim, qeyri-peşəkardır. Belə çıxır ki... Mən sizə bir şey deyim, çox üzr istəyirəm. Bilirsiniz, Vüqar müəllim çox gözəl bütün qanunları sadaladı, prinsipləri ortaya qoydu və təbii ki, ilk növbədə vətəndaş məsuliyyəti, vətəndaşın münasibəti ilə bağlı, vətəndaşın, ümumiyyətlə, cəmiyyətin hər hansı bir məsələyə münasibəti prizmasına yanaşdı məsələyə çox gözəl, Vüqar müəllim. Bu qanunlar indiyənə qədər də var idi, düzdürmü? Bəli. Bəli. Və demək olmaz ki, belə dedi, bir ay ərzində və 10 gün ərzində konkret bir qanun tətbiq olundu və ondan sonra olmayacaq. Deməli, bu qanunlar indiyənə qədər var idisə və o qanunlardan sonra bu problem yaşandısa, biz betərdən özümüzü qorumalıyıq. Rövşən müəllim, mən qeyd edeyim ki... hər an yaşana bilər. Çox üzr istəyirəm. Rövşən müəllim, mən deyənə çıxırıq da, Rövşən müəllim, qeyd olundu. Deməli, bu təkcə bu günün, yəni bu avqustdu bu məsələləri ilə bağlı, bu artıq bunun kulminasiya nöqtəsi idi. Məsələn, mən parlamentin deputatı olmuşam bir müddət. Məsələn, parlamentdə hətta mən çıxışımda qeyd eləmişəm ki, ordu ilə bağlı ümumiyyətlə həssas olmaq lazımdır. Tək ordu ilə bağlı deyil, güc qurumları ilə bağlı, millətlə, dövlətlə bağlı olan məsələlərlə bağlı. Son hadisələr mən qeyd edeyim, mən vurğulayım ki, mən deyim, deməli, mən Mətbuat Şurasının, belə deyək ki, ən çox idarə heyətinin üzvlərindənəm ki, mətbuatın tənqidinə tuş gələn insanlardan biriyim. Mən nə üçün? Mən Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən Reker Jurnalistikaya qarşı mübarizə komissiyasının rəhbəriyəm. Və davamlı və sistemli şəkildə bu hallara qarşı mübarizə aparan bir insanım. Və bizim komissiya belə hallara qarşı mübarizə aparır. Amma hər şey qanun çərçivəsində reallaşmalıdır. Siz çox rəsmi formada, belə deyək də, öz fikirlərinizi ortaya qoyursunuz. Çox gözəl, Vüqar müəllim. Amma nəzərə alaq ki, bizə sadə tamaşaçılar da baxır. Hansı ki, rəsmilikdən kifayət qədər uzaqdır. Onlara sadə bizim fikrimiz lazımdır. Ekspertlərin sadə fikri lazımdır. Sadə fikri bilirsiniz nədir, Vüqar müəllim? Buyurun. Sadə fikir odur ki, son hadisələr Azərbaycan jurnalistlərinin həqiqətən də auditoriyada alınca qaçdığını göstərdi. Son hadisələr Azərbaycan jurnalistlərinin hətta, üzr istəyirəm, sensasiyaya görə, Vüqar müəllim, bütün mənəvi dəyərləri bütün jurnalistləri demək olmaz, bir çox bəzi jurnalistlər, belə deyək ki, bəzi jurnalistlər belə hallar vardı və mövcuddur. Jurnalist kimdir? Rövşən müəllim. Jurnalist ilk növbədə vətəndaşdır. Rövşən müəllim. Mən çox üzr istəyirəm. İnzibatçılıqla, bunların hamısı, mən bayaq vurğuladım, yalnız və yalnız siz də, mən də, bütün Azərbaycan vətəndaşları belə hallara qarşı mübarizə aparmalıdır. İctimai qınaq olmalıdır. İctimai qınaq olmalıdır, amma ictimai qınaq zəifdir. İctimaiyyət qarşısında siz öz televiziya ekranınız vasitəsilə, mən öz qəzetim vasitəsilə və kimisə deyək ki, müəllim kimi, pedaqoq kimi öz sahəsində və belə hallara qarşı kifayət qədər kəskin öz münasibətini bildirməlidir, ortaya qoymalıdır. Təki qoysun. Təki qoysun. Qoysun və təbii ki.
Rövşən müəllim, bu məsələnin, problemin əsas nöqtəsi IP xəstəliyidir. Bəli. Yəni saytların süni şəkildə heç bir milli əxlaqi dəyərlərə sığmayan formada istənilən informasiyanı yaymaqla ucuz reyting qazanmaq, IP yığmaq, auditoriya yığmaq və IP yığmaqda, bəli, IP yığmaqda məqsəd nədir? IP yığmaqda məqsəd tez bir zamanda saytın reytingi qalxsın və bundan müəyyən məqsədlərdə istifadə edilir və yekun nəticə olaraq tez bir zamanda istədiyi vəsaiti əldə edə bilsin. Yəni maddi maraq. Məsələ budur, bəli. Maddi maraq. Bax, məsələnin çox sadə, necə deyirlər, təqdimat forması. Maddi maraq. Bütün bunlar əksəriyyəti maddi maraqdan irəli gəlir, inandırım sizə. Daha çox reklam yığmaq. Mən onu etiraz eləmirəm. Daha çox reklam yığmaq. Bütün məsələləri, bütün problemləri biz belə deyək, Mətbuat Şurasının üzərinə ataq, deyək ki, hansısa bir konkret qurum yaradaq və o qurumda insan təhkim elə, onun üzərinə bundan həll olunması deyil. Biz araşdırsaq, dərinə geçsək, görərik ki, bu saytlar, hansı ki dezinformasiyanı verən saytlar ki var, bunların özlərinin qida mənbələri var. Və bu qida mənbələri də əksər hallarda paytaxt deyil, regionlardır. Ona görə mən düşünürəm ki, bu məsələdə birinci növbədə çox ciddi şəkildə saytların, belə deyək, saytlar reyting şəklində, saytların texniki, maddi imkanları, bazaları, ofis imkanları, hüquqi statusu, bu MMC kimi qeydiyyatdan keçib, fiziki şəxs kimi qeydiyyatdan keçib, hansı potensialla fəaliyyət göstərir, bu evdən oturur elə sosial şəbəkədə nə gördü onu yazır. Bu şəkildə bunlar hamısı araşdırılır. Və hətta hardan maliyyələşir? Bəli, maliyyə mənbələri. Çünki bayramdan, deyək ki, siz lap sadə dillə dediniz, ona görə mən bu formada danışıram. Bayramlarda bu adi jurnalistlər bir də görürsünüz, paytaxtda yoxdular bu saytlar, fəaliyyətləri deyən düşürlər regionlara. Nə üçün düşürlər regionlara? Hər hansı bir məmuru danışdırsanız, görürsünüz ki, qapısının ağzında bayramlarda 50 dənə saytın nümayəndəsi dayanıb. Aydındır. Mən ümumiyyətlə məsələnin hüquqi tərəfini toxunacağım. Mən bir məsələyə deyim. Demək, çox incə bir məsələyə toxunuldu burada. Demək, maliyyə mənbələrinin bağlı. Mən düşünmürəm ki, təkcə bu region və xaricdən maliyyə. Bəli, xaricdən anti-Azərbaycan ermənipərəst qüvvələrin bəzi qeyri-hökumət təşkilatları da daxil olmaqla onlar tərəfindən maliyyə qida alan həm ki, yazılı mətbuat orqanları var, bəzi mətbuat orqanları və eyni zamanda sosial, bəli, dediyimiz media orqanları. Sadəcə olaraq Sahil müəllimin bayaq dediyi o fikirlərə qarşı yavaş-yavaş elənə edirik. Yox, gəlmə söhbəti yox. Nəzarət məsələsi. Qarşı yox, tərəf. Yavaş-yavaş onu da mən o fikri vurğuluram. Amma senzura mümkün deyil. Söhbət ondan gedir. Çox sağ olun ki, dəvət eləmisiniz belə bir maraqlı diskusiya. Mən istəyərdim bir neçə elmi məsələlərə yanaşım. Dezinformasiya və informasiya. Yəni, dezinformasiya informasiyanın əksidir. Sadə dillə desək, dezinformasiya yalandır, informasiya deyək ki, doğrudur. Belə, amma götürəndə yalanla doğru nə deməkdir ümumiyyətlə? Yalan nədir, doğru nədir? Hər ikisi məlumatdır. Tam açıqlama versək, doğru elə bir məlumatdır ki, həqiqətə uyğundur. Yalan elə bir məlumatdır ki, həqiqətə uyğun deyil. Amma burada bir psixoloji sual vermək istəyirəm. Kim bilir həqiqət nədən ibarət? Siz demək olar ki, bir labirintçizdiniz, həqiqətən. Yəni, yalan və doğru və bu istiqamətdə... Rövşən müəllim, üzr istəyirəm. Bir dəqiqə, bu fikir baxıra qədər deyim, Rövşən müəllim. Çünki burada məsələ var ki... İbrahim müəllim, mən üzr istəyirəm. Dezinformasiyanı yayan xüsusi qurumlar... İbrahim müəllim, mən çox üzr istəyirəm. Sizin fikrinizə mən bir balaca öz subyektiv fikrimi deyim. Siz çox gözəl bir fəlsəfi keçirdiniz, müstəviyə keçirdiniz ki, kim bilir həqiqət nədir? Hər əl öz həqiqət var. Amma söhbət burada ondan getmir. Rövşən müəllim qoyduğum söhbət faktdan gedir. Orada ən azı ölən insan, əskərlərin sayı məsələ. Bax, fakt həqiqətdir. Nəyə ki, əskərlərin sayı? Üzr istəyirəm. İkinci dünya... Üzr istəyirəm. Rövşən müəllim, üzr istəyirəm. İkinci dünya müharibəsinin səbəbləri barədə görün nə qədər həqiqət var. Hər əlin bir həqiqəti var. Amma kim deyə bilər ki, İkinci Dünya müharibəsi olmayıb? Axı, bu faktdır. Fakt, həqiqət faktdır, fakt. Yəni ki, orada Rövşən müəllim məhz saya toxunur. İkinci Dünya müharibəsində Alman qoşunlarının Moskvanın bir adımlığına gələndə Sovet radiosu nə deyirdi? Nə deyirdi Sovet radiosu? Rəşadətli ordumuz döyüşür, mübarizə aparır, düşmənin qabağını... O ideologiya söhbətidir. Mən faktdan danışıram. İnformasiya axı ideologiya işləyir. Və məsələ bundan ibarətdir axı. Yəni, əgər Azərbaycan vətəndaşı bilsə ki, cəbhə xəttində, üzr istəyirəm İbrahim müəllim, cəbhə xəttində gərginlik var, hansı ideologiyadan biz danışırıq burada? Hansı döyüşmə ideologiyasından, belə deyək, torpaqlarımızın azad olunması ideologiyasından danışırıq? Mən sizlə razıyam ki, mən onu deyirəm ki, faktların da belə... Həqiqət deyir ki, siz dediniz məsələ, fəlsəfi belə məhfumdur. Yaxşı, məsələ konkret faktlara keçib, çox kəskin olmasın deyə. Deyək ki, dünyada deyək ki, terroristik təşkilatlar var, deyək ki, Al-Qaida, IŞİD və s. Düzdürmü? Mən sizə deyirəm ki, fakt kimi. Bunlar Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi qurumlarıdır və Amerika Şər İmperiyası olaraq dünyada
dövlət terroristik siyasət aparır. Bu belə faktdır demək. İbrahim müəllim, olay Amma indi bunu ehtiyac yoxdur. Amerika Birləşmiş Ştatları açıq aydın da bunu göstərir və bəli, və mən sizə tam razıyam. Amma indi baxın, həmən bu informasiya vasitələri ilə məhz 90-cı illərdə Amerikanı gül çiçək bir cənnət bir ölkə kimi təsvir eləməklə bir çox beyinlərdə dəyişikliklər apardı. İdeoloji məsələ, yenə də informasiya ideoloji mən sizə o kökə gətirib çıxardıram ki, burada yoldaş da çox razıyam, çox düzgün dedi ki, ümumiyyətlə mən sizə demək istəyirəm ki, bazar iqtisadiyyatı, mənəviyyatı tam əksidir. Yəni bazar iqtisadiyyatı və mənəviyyat bir yerə sığan şey deyil. Yenə də gəldik, gəlir əldə etmək məsələsi. Əlbəttə. Və ideoloji cəhətdən, ya pul cəhətdən fərq elədir. Mən istərdim digər ekspertlərimizə də söz verim. Ərşid müəllim, çox üzr istəyirəm, biraz geç sözü sizə verdim. Yəni bunun hüquqi tərəflərini gəlin araşdıraq zəhmət olması və sonra Cəmilə xanıma söz verəcəm. Ərşid müəllim, hər hansı bir insan, yəni məsələ sırf gəlin dövlətçilik prinsiplərini bir kənara qoyaq və təbii ki, bütün dezinformasiyalar döyüş bölgəsində və yaxud digər məsələlərlə bağlı, dövlətçiliyə birbaşa təsir edən məsələ ilə bağlı deyil. Eyni zamanda hər hansı bir insanın şəxsi həyatı ilə bağlı gələn dezinformasiyalar da var. Bax, həmin o insanın hüquqları nədir? Nə edə bilər o insan? Zəhmət olmasın. Təşəkkür edirəm. Çox mürəkkəb bir situasiya yaranıb. Ona görə hamıdan xahiş edirəm. Mən fikrimi tamamlayayım. Kimin sözü olarsa ondan sonra fikrini bildirsin. Əvvəla bir şey qeyd edeyim ki, informasiya azaddır. Hər kəs informasiya ala bilər. Məlumat azadlığı var Azərbaycan Respublikasının konstitusiyasına görə. İkinci bir tərəfdən həm Vüqar müəllim, həm Sahil müəllim xüsusilə vurğuladılar ki, məsuliyyət məsələsi. Bu da vətəndaşın vəzifəsidir. Hər kəs məsuliyyəti olmalı. Amma nə yazıq ki, kimlərinsə məsuliyyəti yoxdur, məsuliyyət hissi yoxdur. İnformasiya sahibinin birinci vəzifəsi informasiya sorğusunu icra eləməkdir. 7 gün müddətində informasiya sorğusu icra olunmalıdır. Əgər doğrudan da burada hər hansı bir qaranlıq məsələ varsa, o qurum tərəfindən 7 gündə uzadıla bilər burada. Amma söhbət nədən gedir? Çox paradoksal məqam yaranır. Bilirsiniz nədir? Biz qoyaq kütləvi informasiya vasitələrinin bu elektron formada olmayanları qoyaq bir kənara, elektron informasiya vasitələrini qoyaq bir kənara. Bu gün mənim imkanım varsa, domen və hosting almaq imkanım varsa, mən bunu gedib heç bir problem olmadan alıb bir sayt təsis edə bilirəmsə və bu məlumatları istənilən saytda, istənilən məlumatları bu saytda mən yaya bilirəmsə, bu böyük bir problemdir. İndi yaxşı, buna qarşı mübarizəni necə aparmalıyıq? Söhbət burada ondan gedir ki, BMT-nin son bir il ərzində BMT-nin qəbul etdiyi belə bir sənəd oldu. İnternet hüququ insan hüquqlarının tərkib hissəsidir. İndi siz fikir verin, biz internetə qarşı mübarizəni apara bilmirik. Sosial şəbəkələr, saytların hamısını qoyaq bir kənara. Axı sosial şəbəkədə gedən bir informasiyanın özü dezinformasiyadır. Təbii. Və bu informasiyanı tanınmış bir şəxs, Vüqar müəllim və ya Sahil müəllim ictimaiyyət tərəfindən tanınmış bir şəxs bu informasiyanı sosial şəbəkədə öz adından verirsə, dünya dağıldı. Bütün hər kəs ona istinad edir, bütün media qurumları ona istinad edir və böyük bir sensasiya yaranır. Mən çox üzr istəyirəm. Kütləvi informasiya vasitələri haqqında qanunda daha bir boşluq bilirsinizmi nədir? Orada qeyd olunur. Əgər hər hansı bir informasiya, tutaq ki, mənbəyi, hər hansı bir sayt, başqa bir sayta istinadən informasiyanı yayırsa, o məsuliyyət daşımır. Məsuliyyət daşımır. Bax, problem bundan ibarət. Təsəvvür edin. İlkin mənbə. İndi burada söhbət nədən gedir? Mən üzr istəyirəm. Həmin o acınacaqlı durumda, gərgin durumda əsas aparıcı ciddi saytlar məhz qeyri-ciddi saytlara istinad eləyib informasiyanı yayırdı. Bəli, bəli. Bax, problem bundan ibarət. Təsəvvür edin, insan azadlığı qeyri-məhdud ola bilərmi? Yəni, insanın azadlığı, insan nə istəsə bunu eləyə bilərmi? Yəni, Montesquieu deyirdi, insanın azadlığı qanunla icazə verilmiş hər şeyi etmək imkanıdır. İnformasiya azadlığı, informasiya azadlığı, bəyəm, informasiya sərhəd tanımır. İstənilən informasiyanı vermək olar. Amma belə çıxır ki, sərhəd tanımır. Qanunla müəyyən olunmuş qaydada. Amma bu da o demək deyil ki, tam senzur olmalıdır. O bir söz var ya, bizim xalqın bir yaxşı məsəli var ya, deyir, o mərdi qova-qova namərd eləyiblər. İnandırıram sizi. Bəlkə də 15-20 il bundan qabaq ən böyük, ən geniş söz azadlığının, mətbuat azadlığının tərəfdarının biri mən olmuşam. Mən birdən-birə belə olmamışam. Mən üzr istəyirəm. Siz nə zaman peşman oldunuz? Yox, deyim sizə. Birisi nə vaxtda? Nə vaxtça aysan? Yox, peşman olmamışam. Senzuruya meyillənmişəm. Mən çox üzr istəyirəm. Axı siz bilirsiniz, mən geosiyasətçiyəm. İnandırıram sizi. Mən demirəm pis çıxmasın. İndi bu zalda oturanların hər birisi, o başdan, o cümlədən elə hörmətli Vüqar müəllim. Birbaşa geosiyasət elmi ilə məşğul olsalar, belə hörmətli hüquqşünasımız da, mən inandırım ki, onlar məndən betər senzurlarını tələb eləyərlər. Çünki mən orada konkret, konseptual nəzəriyyələri oxuyuram ki, yəni böyük dünyanın güc mərkəzləri, dövlətləri idarə eləmək, nəzarət altına almaq və ümumiyyətlə üzr istəyirəm sözümə görə, qapazaltı eləmək üçün nələrə əl atmırlar. Vallahi inandırım ki, bilirsiniz ki, qanunda informasiya ilə bağlı ciddi bir cəza mexanizmi varmı?
Yox, indi onu eləmək lazımdır. Mən onu deyirəm. Onu da eləsək, əgər siz dediyiniz formada onda başında bizi ittiham senzura şəklində eləsək. Yox, cəzanı biz şiddətləndirəndə, kəskinləşdirəndə, əşi daha bütün dünya düşür üstümüzə. Ay sağ olun. Yəni bizim öhdəliyimiz var. Yox, öhdəlik var ya, bax öhdəlik o demək deyil ki, bu özbaşınalıq olmaz. Onlar öhdəliklərə bir daha qayıda. Onlar mı? Mən üzr istəyirəm, mən sizi çox gözəl anlayıram. Siz siyasətlə məşğulsuz, mən media siyasət münasibətlərini araşdırmışam. Sadəcə olaraq qayıtmaq istəyirəm Azərbaycan Respublikasının konstitusiyasına, maddə 50-yə məlumat azadlığı və bir də maddə 71-ə insan və vətəndaş hüquqlarının azadlıqlarının təminatı. Həmin o təminatda 3-cü deməli maddə 71-in 3-cü bəndində belə bir şey var. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, ha belə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Və biz dedik ki, Avropa İnsan Hüquqları Konvensiyasından danışırıq. Azərbaycan qoşulub. Deməli, maddə 10-da hətta hərbi vəziyyət elan edilmədikdə belə Avropa İnsan Hüquqları Konvensiyasının maddə 10-u, 10-cu maddəsi ki, fikri ifadə etmək azadlığı var. Ora müəyyən senzura çox ağır səslənir. Amma senzura nə vaxt tətbiq olur? Fövqəladə hallar maddə 18-15-ə görə. Amma mən sizi üzr istəyirəm, tam əmin eləyirəm ki, həmin Avropa ki, bugünün özündə Azərbaycana qarşı Ermənistanın müharibə elan etdiyini dilinə gətirmir və tam inkar eləyir. Avropa bax, elə onu bəhanə gör ki, Azərbaycanda deyəcək, nə müharibə şəraiti var ki? Bax, həmin o bayaq dostumuz, ekspertimiz deyən söhbətdir ki, yəni bizi başlayacaq bizə təzyiq göstərmək. Bax, həmin Avropa. Mən başa düşürəm, o Avropa konvensiyalarından irəli gəlir. Elə problem bundadır ki, o Avropa ömrü boyu Ermənistanın Azərbaycana qarşı müharibə apardığını heç vaxt dilinə gətirməyəcək. Ona görə mən düşünürəm ki, biz daha çox Avropa konvensiyalarının əsiri olmalı deyilik. Mən amma sadəcə olaraq Avropa konvensiyasından statı gətirdim. Ona görə ki, hərbi vəziyyət olmadıqda belə imkan verir konvensiya. Başa düşdüm fikrinizi. Əslində qalanda Aynur müəllimə sizin dediyiniz fikri təsdiqləyir. Razıyam. Sadəcə olaraq onu senzur adlandıran yox. Aydın, mən istərdim ki, yəni qeyri-hökumət təşkilatlarından birbaşa olaraq, yəni media ilə daha çox təmasda olur. Cəmilə xanım, Cəmilə xanım, buyurun, məsələ ilə bağlı fikrinizi bildirin. Çox sağ olun Rövşən müəllim, dəvətiniz üçün çox maraqlı, yəni ki, mövzudur bu günlərim. Sosial şəbəkəyə baxanda demək olar ki, Azərbaycanın 90% artıq jurnalist kimi yetişibdir. Çünki hər bir təşkilatın, hər bir qurumun, hər bir müəssisənin işçiləri artıq sosial şəbəkələrdə jurnalist kimi özlərini bundan əvvəl press release yazılırdı, verilirdi ki, hardasa çıxsın, göstərilsin. Buna da ehtiyac yoxdur artıq. İndi ehtiyac yoxdur. Hər bir təşkilat, hər bir qurum özü öz işlədiyi haqqında, yəni ki, sosial şəbəkələrdə elə gözəl informasiyalar ötürür, elə gözəl məlumatlar verir. Sizcə bu normal haldır yoxsa yox? Bunu normal da qəbul eləmək olar, ancaq bir şərtlə ki, əgər tutaq ki, mən beynəlxalq təşkilatda işləyirəm, öz işim haqqında məlumat verirəmsə, mən bunu düşünüb və saatlarla onun məsuliyyətini dərk edib, amma Zəminə xanım, məsələn, ibarət ki, məsələn, hər hansı bir dediyiniz dırnaqarası jurnalistlərdən biri sizin təşkilat barədə müəyyən bir informasiya yayır, bəli. Birbaşa olaraq o informasiya sizə təsirdir, sizin quruma təsirdir. Bax, sizin ora, necələr, münasibətiniz nə olar həmin jurnalistə? Sizə xoşmu təsir edər bu? Əlbəttə ki, yox. Əlbəttə yox. Bax, ona görə bu kifayət qədər ciddi bir məsələdir. Kifayət qədər mən deyərdim ki, həll olunması vacib bir məsələdir. Və elə bir məsələdir ki, artıq dövlət birbaşa olaraq bu məsələ ilə bağlı konkret öz fikrini açıqladı. Rövşən müəllim, mən vurğulayım, deyim, qeyd edeyim, icazə verin, xahiş edirəm. Deməli, ümumiyyətlə, bu tip insanlar, hansı ki, bu, belə deyək ki, dövləti maraqları arxa plana keçirir, milli maraqları arxa plana çevirir. Bu tip insanlar harada olmasından asılı olmayaraq xaraktercə belədirlər. İndi burada vurğulurlar, saytın rəhbərinin özünün heç milli heysiyyatı yoxdur. Üzr istəyirəm, belə müəyyən mənada baxanda məsuliyyətsizlik başdan ayağa baş alıb gedirsə, bu halda həmin saytdan başqa şey gözləmək mümkündür, qeyri-mümkündür. O zaman Vüqar Ona görə də hər bir vətəndaşın milli dəyərlər, vacib şərtlərdən biridir. Bəli, o başlıca prinsip olmalıdır. Bu yoxsa qanun çərçivəsində Azərbaycanda bir çox qanunlar, çox mütərəqqi qanunlar var, dövlət sirrinin qorunması ilə bağlı. Və həmin dediyimiz avqustun əvvəlində baş verən hadisələrin, elektron media orqanlarında baş verən hadisələrin əksəriyyəti dövlət sirrinin haqqında qanunun pozulması, vəkif haqqında qanunun pozulması, jurnalistlərin peşə davranış qaydalarının bir çox məndlərinin pozulması deməkdir. Ona görə də bir mənalı şəkildə vurğuluram ki, konkret bir sual verim sizə. Buyurun.
həmin o jurnalistlərdən biri heç olmasa cəzalandı mı? Yox, cəzalanmadı. Cəzalanmadı. Söhbət ondan gedir ki, əgər, deməli artıq bu problem davam edəcək. Bu gün cəza deyəndə siz nəyə nəzərdə tutursunuz? Məhkəmədə, belə deyək, öz ifadəsini verdi mi? Həbs olunsun. Hətta yerlərlə həbs olunsun, bəli. Deməli, bu günləri siz biləsiniz ki, Azərbaycanda jurnalistlər peşə fəaliyyətinə görə heç bir jurnalist həbsdə yoxdur. Bunu biləsiniz bir mənalı şəkildə. Və Azərbaycan dövləti, mən deyəcəm, mənə də belə deyək, sərt fikirlərdə dünyavi dövlətdə yox, bir dəqiqə xahiş lazımdır. Burada ən başlıca bizim cəzamız ictimai qınaq olacaqdır. Həmin insanı biz ictimaiyyətə çatdırmalıyıq, ifşa eləməliyik, onun kimliyini biz göstərməliyik və onun fəaliyyət çərçivəsini açıb insanlara göstərməliyik. Bu da olunmur. Eləmək lazımdır, onu eləmək lazımdır. Əsas onu eləyəndən sonra və digər təbii ki, mən qeyd edirəm ki, o hüquqi çərçivəyə ehtiyac qalmayacaq. Mən razıyam bizim yoldaşla ki, məsuliyyət doğrudan məsuliyyət lazımdır, bir də vicdan lazımdır. Zəminə xanım, inandırım sizi ki, biz hər birimiz öz millətimizi, öz xalqımızı sevməliyik. O informasiyanı yayan insanlarda biz məsuliyyət də axtarmamalıyıq, vicdan da axtarmamalıyıq. Yəni bunlar sözlər gözəl sözlərdir, amma inandırım ki, effekti olmayacaq bu sözlərin. Mən şəxsən beynəlxalq təşkilatda işləyirəm, müxtəlif ölkələrin nümayəndələri ilə işləyirəm. Heç kim mənə gətirib kağızda belə qoyubdur ki, Zəminə xanım, sən bu qaydalarla, yəni onlarla bu cür danış, onlara bu cür məlumat ver. Yəni bu insanın özünün canında olmalıdır, qanında olmalıdır. Biz ölkəmizi sevməliyik. İstəyirəm Zəminə xanım, amma əvəzində həmin təşkilatlar bilirlər ki, kimlərin qabağını aparıb qoymaq lazımdır belə danışın. Bax, senzur onlar üçün lazımdır. Məsələ budur. Məsələ budur. Sizə eləmirlər, mənə də eləmirlər. Gəlin auditoriyaya sözü verək. Auditoriyaya gəlin sözü verək. Sizdə daxili senzura var, mən ondan danışıram. Gəlin auditoriyaya sözü verək, çox üzr istəyirəm. Buyurun. Biz milli dəyərlərə söykənməliyik. Hər birimiz vətəndaş olaraq yaydığımız informasyada məsuliyyət daşımalıyıq, dəyərlərimizə söykənməliyik, ifadə azadlığının genişlənməsi, eyni istiqamətdə şəffaflığın təmin olunması ilə hardasa biz bunu minimuma yendirə bilərik. Təşəkkür edirəm, çox sağ olun. Buyurun. Hörmətli aparıcı, mən bir məsələni lap sonda demək istəyirəm, veriliş deyəsən bitir. Nə qədər ki, bizim ölkəmizdə biz kommunikasiya prosesini 21-ci əsrin reallıqları səviyyəsində dərin şəkildə institutlar səviyyəsində araşdırıb qutarmırıq. Bu suallar havadan asılı olaraq alınacaq. İradə onda mən sizə bildirirəm. İndi siz elə bir kafedranın müdürüsünüz, biz sizdən o nəticələri gözləyirik. Biz kafedranın gücü yoxdur elə bir şey eləməyə. Heç mətbuat şurasında yoxdur. Çünki bu böyük dövlət səviyyəsində bu institut olmalıdır ki, bununla araşdırsın. Ən azı siz təşəbbüs qaldıra bilərsiniz. Mən qaldırım təşəbbüs. Görsün, mən təşəbbüsü qaldıram ki, senzura salın. Buyurun, sualınızı verin. Mən də təşəbbüsü qaldıram ki, araşdıraq məsələni. Buyurun, sualınızı verin. Mətbuat orqanlarının çoxsunu şikayət edə biləcək kimi istifadə edirik deyə bu jurnalistikada bəzi jurnalistdən deyənlər də özlərini şantajçı qismdə görürlər. Çox rastlaşırıq ki, bəzi jurnalistlər var ki, öz peşələrini qoyublar qırağa, müəyyən obyektlərin üstünə mən jurnalistəm deyərək açırlar. Aydındır, əlbəttə. Qardaşın dediyində müəyyən həqiqət var və mən hesab edirəm, mən də vurğuluram ki, deməli, əvvəla İstər qəzet redaksiyaları olsun, istər sayt, belə deyək ki, təşkilatları, bu redaksiyaları olsun, saytlarla bağlı olan qurumlar olsun, bunların bir strukturu olmalıdır. Mən bu fikri təsdiqləyirəm və hesab edirəm ki, bu günlər redaksiyaların bir çoxları, mən sadalamaq istəmirəm burada, kifayət qədər redaksiyalar var ki, deməli, bunun əməkdaşlarla hüquqi çərçivədə sənədləşmə prosesi getmir. Bəli. Onların əmək müqavilələri yoxdur. Onların ümumiyyətlə strukturları yoxdur. Mən qəzet redaksiyası tanıyıram, bölgələrin birindədir, mən adını çəkmək istəmirəm. Özü, evin kişisi qəzetin baş redaktorudur, xanımı baş redaktorun birinci müavinidir, gəlinləri müxbirləridir bunun, nə bilim, oğlanları digər və beləliklə ailəvi bir qəzet. Bəli, media ailəsi. Belə hallar vardır və hesab edirəm ki, ilk növbədə bütün istər elektron media orqanları olsun, istər çap mətbuatı olsun, bunların hamısının rəsmi şəkildə bir fəaliyyət göstərəcək bir qurum kimi formalaşmaq strukturu olmalıdır. Bir də vurğuluram, hər bir insanın kimliyindən asılı olmayaraq, istər mətbuat nümayəndəsi olsun, istər hamı bu dövlətə xidmət etməlidir, dövlətçiliyə xidmət etməlidir, milli mənəvi dəyərlərin qorunmasını xidmət etməlidir, bütün bu sahələrə xidmət göstərməlidir. Möhtərəm cənab prezidentimiz bu yaxınlarda bir sərəncam imzaladı. Təmas xətti ilə bağlı, cəbhə bölgəsi ilə bağlı, sərhəd regionlarının, rayonları ilə bağlı. Çox doğrudan da hər bir vətəndaş üçün bu bir göstərici olan bir sənəddir. Bu hər bir vətəndaşın daxilən, ürəklə bu sənədi icra etmək məsuliyyəti durur qarşısında və hər bir vətəndaş tam məsuliyyəti ilə bu məsələlərə çox, belə deyək ki, vətəndaşlıq mövqeyi nümayişlərə ciddi yanaşsa, diqqətlə bu məsələlərə, ürək yanğısı ilə məsələlərə yanaşsa, hesab edirəm ki, başqa məsələlər... Təşəkkür edirəm. Kimin sualı var buradan? Kimin sualı var? Mənim sualım hörmətli psixoloqadır. Mən öyrənmək istəyirəm ki, nəyə görə insanlar daha çox televiziyalara, qəzetlərə yox,
bu sosial şəbəkələrdə yayılan məlumatlara daha çox inanırlar. Sosial şəbəkələr bugün ən etibarlı informasiya mənbəyidir. Orada olan informasiyalar əhalinin özündən irəli gəlir və insanlar onlara daha çox inanır. İbrahim müəllim, üzr istəyirəm. Bircə dəqiqə. Google, sonra hansı bir neçə axtarış sistemi bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarındakı o qalmaqaldan sonra konkret olaraq dedilər ki, Amerika Milli Təhlükəsizlik birbaşa təşkilatı qurumu birbaşa onlara təzyiqlər göstərib ki, insanlar haqqında bütün məlumatlar verilsin, məxfi məlumatlar verilsin, insanların adi həyat haqqında, sıravi həyat haqqında. Və heç də onlar açıq şəkildə də bildirirlər ki, bütün sosial şəbəkələr Amerika kəşfiyyatının, Amerika Birləşmiş Ştatları kəşfiyyatının birbaşa nəzarəti altındadır və onlar tərəfindən yerəcən maliyyələşdirilir. Və siz necə deyirsiniz ki, sosial şəbəkələr deyirsiniz ki, onlar azaddılar, müstəqillər, nətər müstəqillər? Yox, mən öyle demədim. Sosial şəbəkələr nətər müstəqillər? Mən elə demədim. Yox, müəllim, mən bir daha dəqiq. Sosial şəbəkələr də o Zuckerberger kimdir? Zuckerbergerlə bağlı bir sual verir özünüzə. Bir dəqiqə mən sizə deyim ki, sosial şəbəkələr deyiləndə nə nəzərdə tutulur? O fikir konkret kökündən söhbət ondan getmir ki, internetdə olan saytlardan. Sosial şəbəkələrin hamısını da məhz nəzarət altında saxlayan, maliyyələşdirilən Amerika Birləşmiş Ştatları'da ilk növbədə. Razıyam sizlə, mən ondan demədim. Mən bir məsələyə toxunum. Niyə görə əhali onları şəbəkələrdə insanlar özləri paylaşanda insanlar özləri paylaşanda etibar onda artır. Çox hörmətli psixoloq. Hələ o insanların, üzr istəyirəm, Vüqar müəllim, deyirsiniz insanlar paylaşanda. Azərbaycanda mən kifayət qədər insanlar tanıyıram ki, mən bilirəm onlara o məlumatlar hardan ötürülür və nətər paylaşır. Aydın Sayılmam, buyurun fikrinizi psixoloqun bir fikrinə əlavə eləmək istəyirəm. Mən hesab edirəm ki, bu günləri mən uzun müddətdə Azərbaycan mətbuatında çalışan bir insan kimi hesab edirəm ki, Azərbaycanda kifayət qədər müstəqil mətbuat orqanları var. Yazılı mətbuatdan söhbət gedir. Və prezident yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun yaradılması da məhz müstəqil mətbuatın inkişafına böyük dayaq olmaq, maliyyə imkanlarının genişləndirilməsi baxımından yaradılıbdır. Dövlət təşkilatlarının təsis etdiyi qəzetlərə fond tərəfindən maliyyə yardımı ayrılmır. Bilirəm, onu bilirəm. Bu, psixoloqun dediyi fikrə mən deyirəm ki, yəni hesab edirəm ki, bu günləri doğrudan da həm dövlətin marağı var və eyni zamanda kifayət qədər bu yöndə işlər gedir ki, Azərbaycanda müstəqil mətbuat uğurla inkişaf etdirilsin və kifayət qədər Azərbaycanda bu gün faktiki olaraq müstəqil mətbuat orqanları. Təşəkkür edirəm. Hörmətli qonaqlar, hörmətli ekspertlər, çox sağ olun. Bir daha təşəkkür edirəm, dəyərli vaxtınızı ayırdınız və düşünürəm kifayət qədər maraqlı diskusiyamız oldu. Əsas məsələlər nə oldu? İlk növbədə nəzarət mexanizmi gücləndirilməlidir. Daha sonra milli mediamızın fəaliyyəti araşdırılmalıdır və konkret faktlar əsasında biz gələcəyə baxmalıyıq ki, vəziyyət necədir və nə etmək olar. Və nəhayət Salih müəllimi bugün heç kim fikrindən daşındıra bilmədi. Senzura tətbiq olunmalıdır. Bu konkret Salih müəllimin fikridir. Mən daşındırdım Salih müəllim. Deməzdim Vüqar müəllim, deməzdim. Yox, Röşən müəllim, üzr istəyirəm. Mən fikrimi deyim. Vüqar müəllim, Sahili bircə məni bir şərtlə senzuradan daşındırmaq olar, senzura fikrindən. O da yenə deyirəm. Əgər bu olmasa, mən ömrümün axırına qədər senzuranın tərəfdarı olacağım. Hər bir insan, hər bir Azərbaycan vətəndaşı öz daxili senzurasını işə salıb, yazılmış və yazılmamış qanunlara əməl edəcəksə, onda mən sözümü geri götürəm. Hörmətli Vüqar müəllim, təşəkkür edirəm hər birinizə, əziz tamaşaçılar və xüsusən də əziz jurnalistlər. Biz jurnalist olmaqdan öncə vətəndaşıq, ona görə də peşəkar jurnalist olmaq istəyirsə, ilk növbədə peşəkar vətəndaş olmalıyıq. Salamat qalın, görüşmək ümidilə.